Asanlıqla ağlayan insanlar çox vaxt həddindən artıq həssas hesab olunur. Lakin elmi araşdırmalar göstərib ki, emosional həssaslıq zəiflik deyil və insanın sosial münasibətlərində mühüm üstünlüklər yaradır. Mütəxəssislərin fikrincə, emosional reaksiyalara daha açıq olan şəxslər ətrafdakı insanların əhvalındakı dəyişiklikləri daha tez hiss edir, qeyri-verbal siqnalları və emosiyaları daha yaxşı tanıya bilir. Bu xüsusiyyətlər yüksək empatiya qabiliyyəti ilə əlaqələndirilir. Bununla yanaşı alimlər sosial şəbəkələrdə yayılan bəzi iddiaların elmi əsasının olmadığını vurğulayıb. Məsələn, tez-tez ağlayan insanların beynində emosional və məntiqi mərkəzlər arasında daha sürətli əlaqələrin olması barədə elmi sübutlar mövcud deyil. Araşdırmalar göstərib ki, ağlamaq emosional tənzimlənmənin normal bir hissəsidir. Göz yaşları emosional gərginliyin azalmasına kömək eləyir. Mütəxəssislər bildirib ki, emosional olmaq özünə nəzarətin zəif olması demək deyil. Əksinə, həssaslıq, empatiya və emosiyaları anlama bacarığı emosional intellektin vacib komponentlərindəndir və ünsiyyət, liderlik, eləcə də sağlam münasibətlərin qurulmasında mühüm rol oynayır. Nəticə etibarilə ağlamaq zəiflik əlaməti deyil. Emosional həssaslıq insanın həm öz hisslərini, həm də başqalarının duyğularını daha yaxşı anlamasına kömək edən xüsusiyyət hesab olunur.